Axşamınız xeyir olsun, əziz və hörmətli izləyicilər, hər birinizi salamlayıram. Dəyərli qardaşlar, bacılar, əziz böyük ailəmiz, mən bugün ayın 2-si iyun 2026-cı il tarixdə Lahiyəmizin xeyriyyətçi qardaş bacılarının dəstəyi ilə tikilən 27-ci evimizdən sizlərə video çəkilişimi çəkirəm. Önceden hər birinizdən xahiş edirəm, videomuzu bəyənib, videomuzu paylaşağın ki, sizlərin gördüyünüz bu gözəl xeyir əməllərindən daha çox insanlar xəbərdar olsunlar. Evimiz Bərdə rayonunun Şaxvəllər kəndində 2 qız balamız az təminatlı bir ailənin yaşaması üçün tikilir. Var olsun elimizin, obamızın xeyriyyətçi insanları. Qısa zaman ərzində evimizin hörgüşünü başa vurmaq üzrəyik. Yəni ki, bugün də olmasa, sabah axşama qədər evimizin hörgüşü tamamilə qurtaracaq. Hər kəsdən videomuzu bəyənməyi, videomuzu paylaşmağı xahiş edirəm. Nəzakət bacının akşamı xeyir olsun, Cəmalə balamızın akşamı xeyir olsun, xoş gördük. Hoş gördük. Necəsiniz? Sağ olun, yaxşı. Bu neçə gündür darıxdırıcılıq yox idi? Var idi. Biraz uzadan danışın. Var idi, var idi. Videomuzu bəyənək, videomuzu paylaşaq, əziz dostlar, qardaşlar. Evimizdə gözəl işlər getir, cəsarətin məharəti. Hoş gəlmişsin. Yorulmayasan, əlin qolun. Niyə xəstələnmişdin? Mənim üstünə sağlıq. Görsən, sağa deyəndə ki, ayaq yalın işləmə, cəsarət, onun altını çəkəcəksən. Yox, ayağım ağrımadı, biraz ciğərlərimdən söyləyib. Allah şəfanı Sağ ol, versin. qədən abi. Balaların nə Şükür fərqi? salamatçılıq. Sizdə Allaha vəziyyət nətər? şükür Allaha, bizdə də vəziyyət yavaş-yavaş yaxşıdır. Hörmətli izləyicilər, hesabımıza gələn yardımlarımız var. Onların hər birini inşallah Allahın izni ilə ümumi hesabatımızda qeyd edəcəm. Dünənlərim Tərtərli anamız ümumilikdə 120 manat göndərib, 20 bizə 100 manat evimizə. Qubalı qardaşımız 4000 rubl göndərib. Yadımda olan bunlardır. Deyirəm, Allahın izni ilə ümumi hesabatımızda hamısını görüb şahid olacaqsınız. Fərman usta, salam, xoş gördük. Əlin, qolun var olsun. Necəsən, vəziyyət necədir? Şükürlər içində olasınız. Betonumuz da çox gözəl, yüksək keyfiyyətlə hər zaman, hər bir evdə olduğu kimi möhtəşəm şəkildə həyata keçib. Allah ustamızın əlini, qolunu ağrıtmasın. Kameramızın əzizlərim daşı şifti çəkilişi qısa verir. O biri daşlarda yaddan çıxıb zaryetkiyə qoymamışıq. Ona görə fragmentlər hissədir. 3 dənə daş var, biri xarabdır. Şiftdir. Demək olar ki, istifadə müddətini başa vurub. İndi ona görə çəkiliş fragment gedir. Deməli, Murad ustamız Allahın izni ilə bir neçə gündən sonra gələcək. Evimizin dam örtüyünü vurmağa, özü ilə də köməkçi gətirəcək. Bildirdi ki, gəlib 2 gün cəsarət qardaşlarıyla qalacaq. Evimizin üstünü 2-3 gün ərzində vurub başa çatdıracaq. Odur ki, bizə nə lazımdır? Bizə lazımdır ki, dəstəyiniz, köməyiniz, əlinizdən gələn dəstəyinizi, köməyinizi əsirgəməyin, hörmətli izləyicilər. Gücünüz, imkanınız nəyə çatır? Maddi dəstəyinizi, köməyinizi göstərin inşallah. İşıqlar da yanmır. Dünən 2 gündür işıq yoxdur. Hörmətli izləyicilər, külək bir tərəfdən, işığın da yanmaması bir tərəfdən, aləm qarışıb bir-birinə. Aləm qarışıb bir-birinə.
tir aralarını qoyursan, onu tirin sayını hesablayıb qoyursan. Əvvəlcədən hesablayıb almışdın da. 28'imizden Ha? 28'imizden helalmişim. 15 tane bura geliyor. 14'te var. İyi bir şey. 800 var orada. 14'de var. 28'den de öyle mi? Öyle. O üstüne dengiyle burada 60 santim gördüğün olur. Onu orada çalıyor, burada çalıyor. 60 santi gödək olur. Baş tərəfdə çölə çıxan. Şöyle çıkan. Məncə başda calanmaq yaxşı olar da. Hə də. Yani 2 metre Oraya da 40 yük. santim kardeş, orada Yük ora düşmür məncə. 2 metre 40 santim orada çıkıyor. Burada da ya 1.60'lı yapacaksan. Yox, başda calama, ortada cala. Heç ustaya zəng eləməyə demək. Ona göre çok bağrımla bu bağrım görüşmür. Ona göre de orada çok çıkar burada. Elə burada cala, qoy ortada qalsın o cala. İşte onda Hə. bazı planlar da Ay yaşa, hə. Qoy ortada qalsın da evin mərkəzində qalsın yük. Ağırlığı bölə bilsin. Videomuzu bəyənək dostlar, qardaşlar. Videomuzu bəyənək, videomuzu paylaşaq. Hər kəsdən bir dənə yorum yazağın. Gözəl izləyicilər, hərəniz bir yorum yazaq. Sabah qismət olsa canlı yayım açacaq buradan. Külək imkan versə, işıq yoxdur. Hava şəraiti imkan versə yayım açacaq. Buradan evimizin dam örtüyünün pulunun yığılması üçün. Yenə ayaq yanlış deyirsən cəsarət. Bəli. Yenə ayaq yanlış deyirsən sən. Heç nə olmaz qədər. Hə, olanda görəsən. Nərgiz nəyə cəsə icazə verir ayaq yalın gəlməyə? Kamalən ayağına nə olub Nərgiz? Nərgiz nə idi? Nə bakacağız? Allah'ım 2 gün üstünüze sağlık. Geride ayağını atıp yürüyemem. Niyə? Nə olub? Şişti düzü bak buradan. Şuraya yatırır suyun tas geliyor. Yürüyebilmiyor. Məsəl bəlkə böcək deyib. Hiç qaraltı zad yoktu. Hiç zədə yeri yoktu ama neyse. Allah şəfasın versin. Sağ olsun. Allah kimden Balonun hissi dayandı. Söylemir o köyde balon gazdan söylemir. Təzə iş vermədi. Yok oğlan da iğnesini aparıp tefti o balon. Hayır, anladım. Dedi kim şey.
Böyle pomidorlarımız yekəlir. Yekəmiş. Hay dünya. Havada mı sıxır? Havada elə bil. Adamın bütün enerjisini alır. Bu deyirlər xəssiz insanlar. Mütəxəssiz deyirlər, mütəxəssiz deyirlər. Deyəsən mən o insanlardan. Nəsə kimsə yıxıldı? Kim? Ha? Ay nəzakət. Səsərədə bir şey olmadı. Şu salamatçılık. Hə bir ehtiyatlı olun görək qardaş. Yıxılan deyir, neysə. Burada gəl oradan bu şəfti verir, ay qız, qadan alın. Burada yıxılmayan qalıb yoxdur. Mən də yıxıldım. Həl mənim belimin ağrısı kəsmir. Vallahi da korkudan öleceğim. Ehtiyatlı olmaq lazımdır, nədir? Günah cəsarətdədir. Ehtiyatlı olsun da, ehtiyatlı olsun, yıxılmasın. Görürsən, mən yıxıldım, günah özümündür. Səsimi də çıxartmadım. Düzdür, səsim baxdı, nə qədər elədim, səs çıxaranmadım. Cəsir, haram da idi sən Allah? Pravoy badvala düşdü. Hə? Ay, yuxarıdan düşdü. Yox ya, aşağıda, ayağımın altına taxladım. Ehtiyatlı olmaq lazımdır. Biraz su iç. Su içsəsə, su iç. Hiç olmaz. Usta, bari sən ehtiyatlı ol, sən yıxılma. Sən də yıxılsan iş dayanacaq, başqa şeyə görə demirəm usta. O Xəyyam kişinin bir sözü var. Deyir, özün əyinə iş dayanacaq. Günah cəsarətdədir valla. Bu nizam bunları hara gəldi yığır. Özü-özünə iş çıxarır. Ha, bunu bir yerə yığ da, ay cəsarətim, qardaşım. Bu lazım olmayan taxtaları bir yerə yığ da, qadan alım. Hamısını atadan yığacağım. Billə, mən axıra qədər görsən burada əyək burxulur. Mən əyni, mən cəhənnəm. Yazıqsın, öz əyəqim burxulur. Bax, bunların hamısı sağ problemdir. Bunu yığ bir yerə də, qardaş. Bir tərəfə yığ, bir dənə yerə yığ. Özünə də problem olmasın da, qadan alım. Saat neçə kim işləyəsiniz? Palçın... Bunu qutarıq. Hə. Qabağını da ayaq altını qoyayım. Palçıda nə görsək. Məndə palç tutmadı. Özüm aparacağım. Qocalıq cəsarət yolu. Cəsarət. Həm çölün işi, həm evin işi. Bir kişi nə qədər iş görər? Zarafatsız. Bir insan nə qədər iş görə bilər? Nərgiz, cəsarətə biraz kömək elə. Nərgiz, cəsarətə bir balaca əl at. Valla. Evdə evin işin, çöldə çölün işin. Adamın ürəyi ağrıyır, Allah hamd olsun. Külük kimi işləyir. İnsan o qədər işləməz. İnsan, hər bir insanın gündəlik 8 saat iş rejimi var. Bu adam buradan da gedir evdə, qapıda, bacada, bağda, bağçada. Nə bilim.
Ailəni təraz saxlamaq lazımdır. Bircə onu bilirəm ki, tarazlığı qorumaq lazımdır. İşi bölmək lazımdır. Elə kişidir deyə işin hamısını kişiyə yükləmək düzgün iş deyil. İşi bölmək lazımdır. Heç olmasa çöl işini kişi görəndə ev işini də qadın görsün. Başa düşürəm, mallı heyvanlı qapıdır. Nərgiz də başa düşürəm. Uşaq çox, mal, heyvan. Nə bilim, kasıbçılığın üzü qara olsun. Çətindir, Allah'ın da olsun. Çox çətindir, çox. Belə, əziz dostlar, qardaşlar, bugün bilirəm sizin ürəyinizin istədiyi videonu çəkmədim. Amma sabah Allah'ın izni ilə bax burada, bax bu masa üzərində külək olmasa, yağış olmasa, yəni işıqlar yansa, sabah buradan möhtəşəm sizə ürəyinizin istədiyi həm videomuzu çəkəcəm, həm də canlı yayım atacağım. Səhər saat 1-dən kömək getmək lazımdır. Salamat qalın, qardaşlarım, bacılarım. Sabah qutarır da Allah qoysa. Allah'ın izniyle, Allah'ın izniyle qardaşlar. Artıq hörgüşümüz sabah qurtarır, sizə qurban. Əlinizdən nə gəlir, əlinizdən nə gəlir. Bircə dənə bizə böyük köməyiniz, bax, Nəzakət bacının evində dam örtüyümüzü almaqdır. Ən böyük köməyiniz. Ondan sonra qadanız alın. Yəni, böyük məbləğ istifadə olunmayacaq. Düzdür, patolog da alınacaq, amma yəni dam örtüyünə veriləcək pul qədər vəsaitimiz getməyəcək. 3000-3500 manat arası bizə pul lazımdır. Murad Usta bunu təmənnasız etdiyi halda. Ümid edirəm ki, Murad Ustamız gələcək. Lazım olacaq, bir neçə gündə gözləyəcək. Yəni, Nəzakət bacının evini, dam örtüyünü hansı usta pulla vursa 900 manat pul eləyir. 5 gündə gözləyərik təki o 900 manat büdcəmizdə qalsın. Xahiş edirəm, dəstəyinizi, köməyinizi, yardımınızı əsirgəməyin. Uca Allah hamınızdan razı olsun. Uca Allah elimizi, obamızı həmişə var eləsin. Sizə söz verirəm, sabah gözəl, möhtəşəm həm video çəkilişimiz olacaq, həm də canlı yayımız. Biraz məndə də narahatçılıq var, özüm sizə demirəm. Bir balaca özümdə də psixoloji narahatçılıq var. Ona görə bir balaca çəkilişimizi hiss edirəm, özümdə hiss edirəm ki, soyuqdur. Amma bu günlükdür, sabah Allah'ın izni ilə sabahdan gözəl yayımız, gözəl çəkilişimiz olacaqdır. Bugün mənim də bir balaca narahatçılığım olur, özümlə bağlı. Yəni, səhhətimlə bağlı deyil, şükür Allah'a, səhhətimdə heç bir problem yoxdur, amma bir xoşuma gəlməyən, arzu olunmaz bir iş oldu. Biraz məni narahat elədi. Ümid edirəm ki, hər şeyin yaxşısına gedərik. Allah bizi pis insanlardan, Allah bizləri zalimlardan, insafsızlardan, kör insanlardan, yəni ruhu kör, demirəm kör insanlar, yəni görür, gözəlliyi, gerçəkliyi görür, amma görməzdən gəlir. Bu tərəfdən deyirəm ki, o kör insanlardan uzaq eləsin. Nəzakət, gəl belə, Nəzakət, gəl belə. Gəl bəri, Nəzakət. Var olun, qardaşlarım, bacılarım. Rəbbim hamınızdan razı olsun, inşallah. Görəndə rəsmini məzar daşında oturdum, ağladım ayaq başında. İtirdim atamı cavan yaşında, İtirdim atamı cavan yaşında. Dağlardan
ucadır qeyrətin sənin. Var vətən yolunda əziyyətin sənin. Sən mənim atamsan, elə şəhidsən. Fəxr edir adınla millətin sənin. Sən mənim atamsan, elə şəhidsən. Fəxr edir adınla millətin sənin. Ağrısın, acısın bilə bilmədim. Atamsın, xoş ömür sürə bilmədim. Neynədim bələyə, atamı aldım. Mən şəhid atamı görə bilmədim. Dağlardan ucadır qeyrətin sənin. Var vətən yolunda əziyyətin sənin. Sən mənim atamsan, elə şəhidsən. Fəxr edir adınla millətin sənin. Sən mənim atamsan, elə şəhidsən. Fəxr edir adınla millətin sənin.